deyim sənə, əziyyəti ilə əldə etməmişəm. Valideynin bir də mənim üstümdə düzdür, haqqı çoxdur. Dünyaya gətirib, böyüdüb, əziyyətimi çəkib. Amma bugünkü gündə məni söyən bəziləri kimi anahta çörəyi yeməmişəm. Bəli, mən hörmətlə, nifrəti də özüm üçün qazanmışam. Təşəkkürlər. Əynindəki nədir? Bak Berlinə. Qiyməti Xarı Bülbül 698 45 55. Ətraflı məlumatı yalnız orada verə bilərik. Yazırsınız, biz sizə baxırıq, sistemdə deyirik. Ankara qiyməti zəhmət olmasa baş üstə, zəhmət deyilsən xahiş elə ürəyim. Ay Nəmiş, nasılsın? Yaxşı, çox sağ olun. Necəsiniz? Salam, xoş gördük. Revan Göyçaylı, necəsiniz? Mən də sizi xoş gördüm. Mən sizin şeirlərinizə ehtiyacım var. Tamam, təşəkkür. Gözlüyük. Hədə nə? Hər işin öhdəsindən gələn qız. Aycan, Alviora, təşəkkür edirəm. Mən gəlim sənlə tür edəcəm, söz. Can, gəl, gözüm üstə yerim var. Mən inşallah ay sonu İstanbula gəlirəm. Eşq olsun sizə Nərmin xanım. Can, çox sağ olun, var olun. Hər zaman güclü qal. Təşəkkür edirəm, var olasınız, minnətdaram. Qızlar, ekranları tıklayın, zəhmət olun. Siz hələ köhnə nömrədəsiniz. Revan Göyçaylı, bəli, köhnə nömrədəyəm. Təşəkkürlər, var olasan. Lazım olanı oxuyur. Təbii ki, ağzında özün yazıb, özün pozursan. Mənə lazım olanı oxumalıyam. Ürəyim, sən də mənə lazımlı bir cümlə yaz ki, sən də adamsan əslində. Səni insan yerinə qoyum, səsləndirim. Dağılacaq İstanbul. Allah eləməsin. Əksinə İstanbul qolqana da açır ki, mən ora gəlirəm. Nə danışırsan sən? Ey. Güclü qadındır, halal olsun. Təşəkkür edirəm, var olasan. Qızlar, ekranları tıklayın, zəhmət olmaz. Xanımlar və beylər. Mən qızlar deyəndə deyirlər ki, burada niyə təkcə xanımlara deyirsiniz? Siz köhnə ərdəsiz. Yo, ürəyim, sən kimi gündə birini dəyişirəm. Hələ ki, qoymuşam şkafın başına köhnəlməsin. Bu istidə bunu geyinmişsən. Niyə isti deyil ürəyim? Mən oturmuşam maşallah möhtəşəm bir ofisdə. Ofisimdə daha doğrusu. Sərinliyi də ki, çox gözəl. Yüksək səviyyədə. Valla. Ayaq üstə duran bir qadını niyə bu qədər əzmək istəyirlər? Neynir bu sizlərə? Can, boş ver ürəyim. Kart paylaşıram, gündə pul yığıram. Limit qoyuram, limit. Limit qoyuram burada. Hər gün 200 manatdan atmalısınız. Ölürəm, ölmə ay bacı. Yaşa, niyə ölürsən? Valla sən 40 gün saxlayacaqlar yasıvı. 40 gündən sonra hamı öz həyatını yaşayacaq. Heç, vallahi heç. Yanıva gül gətirsələr yaylıdır. Bir dənə Novruzu gözləyəcəklər ki, biz səməni gətirsinlər. Hə, Quran haqqı. Bir dənə onu gözləyəcəklər. Füsyo, başqa neyniyəcəklər ki? Nərmin, Aycan, Nəmiş gələndə İstanbula gəl, beni ara. Baş üstə. Təşəkkür edirəm. 3 ay bundan qabaq İstanbula getdik biz. Hə. Nə qədər adamlar mənə yazırmışlar. Nə qədər adam. Yox, qeyrətli qadın. Təşəkkürlər, var olun. Yazıq dərd çəkməkdən eləmişsən, ocaq başı qoymadın, bir İstanbul qalmışdı. Bacı qurban, İstanbula getmirəm. İstanbul məni çağırır. Halaldır sənə, can, çox sağ olun. Qızlar, ekranları tıklayın, zəhmət olmasa. Samirə xanıma salam deyin. Əleykümə salam. O da sizə çoxlu salam deyir. Təşəkkür edirəm. İzləyir buradan sizi canlıdan. Salam Nəmiş, əleykümə salam. Nərmin ürəksən, sən də çox sağ olun. Türkiyə gəlsən, gəl burada inşallah. Vay vay, qutab pişirməyə gedirsən, talış. Hələ mən Azərbaycanın hər yerində qutab pişirərəm. Yəni, qutab pişirmək ayıb bir şey deyil. Sən Nərminsən, hə, bəli. Hə, bəli. Salam bacı, əleykümə salam. Təşəkkür edirəm, var olun. Bu xanımın paxıllığını çəkirlər, boş ver ürəyim. Salam, əleykümə salam. Nərmin, necəsən? Yaxşı, biletin qiymətini bilirsiniz. Biletlərimiz, bəli. Biletlərimizin qiymətini, qızlar, mən sizə o qiyməti indi bu dəqiqə deyə bilmərəm. Və nə üçün deyə bilmərəm? Çünki o sistemlə olan bir şeydir. Qiymətlər bir dəqiqədən bir enir, qalxır, düşür. Siz bizə vaxtı deyirsiniz, neçə nəfər gedəcəksiniz, əl yükümüzü deyirsiniz, biz sizə ona uyğun bir paket hazırlayırıq, paketi sizə təklif edirik. Sizin büdcənizə uyğundursa götürürsünüz, büdcənizə uyğun deyilsə götürmürsünüz. Kampaniyaları görmək istəyən hər kəsə nömrəni 698 45 55 055-dən əlaqə nömrəmizdir. Kampaniyaları sağ olun, təşəkkür edirəm ki, əziyyət çəkdin. Can, çox sağ olun, var olasınız. Çox dəyişilmişsən. Yaxşıya yoxsa pisə? Peraşki var, Təranə xan var. Peraşki pişirənlərə də qurban olum. Peraşki pişirən əxlaqlı qadınlara da qurban olum. Məni kimi 7 il, 8 il özünü zülmət verən, o əziyyət çəkən, ayaqları üstündə qalan, hər gün Allahına yalvaran, dua eləyən qadınlara qurban olum. Yəni, qutab pişirmək ayıb bir şey deyil. Ali bəy, qutab da var. Deməli, gedirsiniz, Baskala çatmamış Ümid Ailəvi İstirahət Düşərgəsində. Peraşki bilmirəm, amma hal-hazırda qarın və göy qutabı pişir orada.
Xanım, candan sonra sizə Sizə də halal olsun Təranə xanım. Yenə deyirəm, qutab bişirmək ayıb bir şey deyil. Peraşki bişirmək ayıb bir şey deyil. Ayıb tamam bir şey, pis şeylərdir. Prosta bəzilərinizin gözünü Allah kör eləyib deyənə siz haqla haqqı ayıra bilmirsiniz. Çörəkdən çörək qazanmaq pis bir şey deyil. Tərbiyəsiz bir şey deyil. Başa düşdün ya yox? Mən qadın ona deyərəm ki, əli unlu, başı şallı olub, 7 il qutab bişirib xalqına xidmət eləyib. Nə olsun ki, mən bu günləri hansısa bir dövlət qulluqçusu deyiləm. Yenə də mən bişirmişəm, xalqım gəlib yeyib, pulu ilə yeyib, söz yox. Pulunu verib, alıb, aparıb, hörmət eləyib. Lap belə 5 manatda mənə hörmət eləyiblər. Mən onu ömür boyu da danmaram. Həmişə də deyərəm mən onu. Amma gəlib burada bu qədər kütlənin içində aşalamaq lazım deyil. Peraşki var, qutab var. Yəni var, bəli. Sən yaşayırsansa onlar olacaq. Qaşlarına nə vurmursan qalınlaşsın. Terinovan gelini. Yox, heç bir rəng yoxdur qaşımda. 4-5 il bundan qabaq permanent eləyib sonra sildirmişəm. Sadəcə qulluq edirəm, yağlar vururam. Halaldır sizə. Çox sağ olun, təşəkkür edirəm. Nərmin, Aycan var, bəli. İsmaillı laylələr turumuz var. Alırsınız bir dənə qəşəng sarafan, bir dənə alırsınız şilyapa. Gedirsiniz unudulmaz rəsmləri. Timada götürür təzə aldığı aparatını. Hədiyyə sizin üçün 2 dənə möhtəşəm professional şəkil çəkib verir sizə. Mayın 23-ü bir günlükdür. Səhər yeməyi daxil 29 manat. Bişirənləri ələ salırlar. Bilmirəm, ay nərmiş. Onların anaları, dədələri aristokratdır, əlləri xəmir görmür. Allaha qurban olub. Özü bilən məsləhət. İşiniz uğurlu olsun. Amin inşallah. Təşəkkür edirəm. 23 mayda bir günlük İsmailli turumuz var. Laylələr turumuz var. Səhər yeməyi daxil 29 manatadır. Xanımlar və beylər. Bu turda bizimlə xanımlar da gedə bilər, beylər də gedə bilər. Avtobusumuz 55 nəfər sərnişin tutur. Qonaqlarımızı çox gözəl şəkildə əyləndiririk. Xarici turlarımız təbii ki var. Ölkə daxili və xarici turların yüksək səviyyədə təşkili bizdədir. Viza dəstəyidir. Erkən rezervasiyalarda 50% ödənişlə də ala bilərsiniz. Tək şəxsiyyət vəsiqəsi ilə də əldə edə bilərsiniz turları. Mən də sizi çox istəyirəm. Var olasınız. Mən də səni çox istəyirəm. Var ol Nurayım. Təşəkkür edirəm. Ayıb olsun. Boş verin ürəyim. Ayrılıbsınız. Kimdən ürəyim? Yox, niyə ayrılıram ki? Bəyəm mən burada ərimdən boşandığımı dilimə gətirdim ürəyim. İsmailli laylələr turu dedim. Boşanmağın ona nə aidiyyatı? Yox, boşanmamışam, narahat olmayın. Boşananda deyəcəm, sizi sevinərsiz. Səhər yeməyi daxil 29 manatdır. Çətə var qardaş, çətəmiz də var. Turumuzda elə çətə də daxildir. Ruzini verən Allahdır, bəli. Təşəkkür edirəm, var olasınız. Hətta bizdə Qurban Bayramına özəl Xankəndi Şuşa Laçın Ağdam Əsgəran Xocalı turumuzda var. Bir gecə 2 gün 27 maydan 28 maya qədər, 29 maydan 30 maya qədər qiymət 149 manatdır. 149 manatdır. Bulud oteldə Xankəndinin düz mərkəzində 5 ulduzlu oteldə. Arada Nuru da göstərmirəm, ürəyim göz dəyər. Qurban olaram sənə, göz dəyər. Qoymuşam servantın başına tozlanmasın. Ürəyim istəyəndə gətirirəm, ürəyim istəyəndə qaldırıb qoyuram ora. Deyirəm, sən zirvələrdə qal. Sənin yerin oradır. Keçən dəfə çox sağ olun. Keçən dəfə gəlmişdiniz bizim otelə, Bulud otelə. Bəli, əsəbi qız düz deyirsiniz. Çox gözəl oteldir, çox sevdim. Biz gəlmişdik ora tur rəhbərimlə. Biz ora bir dənə belə baxış keçirdik ki, görək qonaqlarımız necə burada belə rahat şəkildə qala bilərlər, tanış olmağa gəlmişdik və çox gözəl də bizi qarşıladılar. Var olasınız. Mənə nömrəni verin də 698 45 55. Bəli, reklamla da bağlı müraciət eləyə bilərsiniz. Məkanların çəkilişidir. İşinizi böyütmək istəyirsiniz, tanıtmaq istəyirsiniz, daha çox kütlənin sizi izləməsini istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Professional çəkilişlə məkanlarınızın çəkilişini edək. Bəli. Xaricdə təhsil də var. Dedim, vurğuladım bəy, xaricdə təhsil də var. Baş üstə. Xaricdə təhsil də var bizdə. Yemək daxildir Qarabağ turuna. Təbii ki, düz Qarabağın mərkəzində səhər yeməyi. Sənin üçün bir səhər yeməyi verir ki, bacı dadı damağında qalır. Can, baş üstə, baş üstə. Xankəndinə getmək, gəlmək də var. Bulud oteldə bir gecə 2 gün gecələmək də var. Gecələməyin qiyməti bir nəfər üçün 49 manatdır. Getmək, gəlmək, səhər yeməyi daxil 55 manatdır bir nəfər üçün. Vətənpərvərdir, çox gözəldir. Yol boyu gözəl kəlamları da dinləyə bilərsiniz, əyləncə dolu ola da bilər. Belə duyğusallana da bilərsiniz. Çünki bilirsiniz, o torpaqların hər addımında bir xatirə var.
Mən inanıram ki, orada hər o torpağa addım basdıqca sizin sevinç göz yaşlarınız da olacaq, kədər göz yaşlarınız da olacaq. Boş ver ürəyim, mən millətimə qurban olum. Millətim gözəldir. Sadəcə millətimin içində bəziləri var. Əlləri bir işə çata bilməyənlər, qonşunun Wi-Fi ilə girib məni söyənlər. Qınamıram. Nə bilim, indi vallahi axtarıb tapsam, telefonun başını skoşlayıb ki, imenli Nərminə bir də bir söyüş yazım. Çıxım ürəyim sakitləşsin. Hə, bütün günü qonşunun Wi-Fi-nin kodunu qıranlar da olar. Yəni ağlı başında, mədəni, tərbiyəli, əxlaqlı insanlar gəlib burada bir negativ söz yazmaz. O torpaqlarda istirahət mərkəzləri tikilib, restoranlar var da, bəli. Yo, şəxsən mən bəli, mən özümə hörmət eləyən qadınam, mən nəslimi, əslimi tanıyanam, ən azından mən özümə hörmət eləyirəm, şəxsiyyətimə, mənliyimə. Mən girib heç kimi, nə fake profilinə, nə də öz səhvəmdən söymərəm. Həyat, mənim haqqımda da kimsə nəsə danışanda, deyirəm ki, qoy danışsın, qoy danışsın. Mən işləmək üçün yaranmışam, o da danışmaq üçün yaranıb. Всё. Ürəyim istəyəndə nömrəsini tapıb deyirəm, Bulud Otel qəşəngdir, super. Olmuşam mən, çox gözəl. Komfort, ideal, rahat, möhtəşəm, xidməti, qulluğu, yeməkləri, super. Sənin azarın olsun, səni istəməyənin. Boş təşəkkür edirəm, var olun. Salam Nərmin xanım, təşəkkürlər, var olun. Bar verən ağaca daş atarlar, bəli, əxlaq simvoludur. Bəli, mənə baxanda, sənə baxanda bəli, mən hardasa hə. Yo, mən özümü tərifləmirəm. Demirəm, süddən çıxmış ağ qaşığam, gəl mənim ətəyimdə namaz qıl. Əstəğfurullah, onu deyə bilmərəm. Amma mən ən azından səni kimi girib burada heç kimi söymürəm. Başa düşdün ya, yox. Çünki mən özümə hörmət eləyirəm. Birinci mən öz şəxsiyyətimə hörmət eləyirəm. Sonra girib kimisə burada istər fake, istər öz profilimdən. Çünki mən zamanım, vaxtım mənim çörəkdir. Mənim hər dəqiqəm ruzidir mənim üçün. Mən sənə girib baxdığıma, səni söydüyümə gedib balalarımı ayıraram. Gəlib burada bir müştəri ilə danışaram. Gedib bir çəkilişmə eləyərəm. Məsəl üçün, indi öz aramızdır. Gəlin belə danışaq. Yəni hansı ağıllı, hansı xoşbəxt kişinin arvadı gəlib burada məni söyər? Sual verirəm. Xeyr, mən deyildim Yeraz. Mən deyildim o. Sən səhv düşüncədəsən. Bilmirəm məndən nə istəyirlər, valla. Bir bilsəm, inanın Allaha. Almaniyaya da göndərirsiniz, bəli, göndəririk. Təbii ki, xaricdə təhsil, viza dəstəyi, erkən rezervasiya, işə düzəltmə. Mən başa düşürəm, xoşu gəlməyə niyə baxır? Всё, mən də onu deyirəm də ürəyim. Ərin hanı bəs, sənki kimi göndərmişəm Moskvaya, bir meyvə satsın, mənə pul göndərsin. Əziyyət çəksin, getsin işləsin, mənə pul göndərsin. Mən də daha ər çörəyi yemək istəyirəm, nə qədər söyləyəcəm bu platformada. Oturub evimdə ayağımın üstünə qoymaq istəyirəm, mən də pul qazanmaq istəyirəm, ər çörəyi yemək istəyirəm. Almaniyaya necə edirsiniz, xərci nədir? 055 698 45 55 əlaqə nömrəmiz. Əleykümə salam. Təşəkkür edirəm, qızıl əllər. Bəli, bizim əlaqə nömrəmizdə əməkdaşlarımız sizin zənginizi gözləyir. Salam yazırsınız bizə və istədiyiniz məlumatı verirsiniz. Biz sizə daha ətraflı məlumatı göndəririk. Vallahi can baxıram, bu xanım şəxsi həyatı sizlə paylaşır, haqqınız yoxdur. Təşəkkür edirəm, Qara Duman, minnətdaram. Dəstəyiniz üçün var olun. Bilmirəm, xanımsız, bəysiz, Allah o sizin gözəl ürəyinizə görə versin. Mən hər zaman Allaha inanmışam, hər zaman Allahın ətəyindən yapışmışam və mən hər zaman da deyirəm ki, tutduğum yumruq boyda mənim ürəyim var. Sən o mənim ürəyimə qədər ver, ürəyimə görə ver, başqa heç nə istəmirəm. Türkiyəyə gediş bileti var, əlbəttə var. Bizdə tur paket də var, xanım. Təşəkkür edirəm, var olasınız. Deməli, baxın, Türkiyə üçün tur paketdə hazırlamışıq. Cütlük şəklində də gedə bilərsiniz. Məsələn, adam var deyir ki, mən tur istəmirəm. Tur şəklində istəmirəm. Mən yoldaşımla getmək istəyirəm, nişanlımla getmək istəyirəm, rəfiqəmlə getmək istəyirəm. Biz sizə bu şəraiti də yaradırıq. Uçuşlarımızın hər biri azaldı. Hesab vermə ancaq irəli. Baş üstə ahu, təşəkkür edirəm. Sözün pis fikirlər yazanlaradır. Bugün bir fakt. Bu xanım çox öndədir. Təşəkkür edirəm. Var olun qızıl əllər. İnanın Allaha ki, çox əziyyət çəkirəm. İnanın Allaha ki, maşında yeyirəm yeməyimi. Gəlirəm, işimi görüb, gedirəm evdə ev işlərimi görüb, ailəmə, balalarıma zamanımı ayırıram. Sənsizlik, anovun bacuvun qiymətinə, ay sənsizlik.
Şirkət sizə yay üçün hədiyyə verir. Yox ürəyim, hələ şirkət mənə heç bir tura belə pis çıxmasın, hədiyyə eləməyib. Mən öz cibimdən alıram, gedirəm. Və məcburam getmək üçün, çünki bu turun işçisiyəm mən, travelın işçisiyəm, getməliyəm. Bu məsələn, ay sonu İstanbula gedəcəm, indidən qəpik-qəpik pul yığıram ki, bir dənə özümə bilet alım. Elnurla getmək istədim, bilirsiniz ki, biz rayonu, obyekt, Elnur, orada bir balaca ailəvi istirahət düşərgəmiz var, orada oturur, istəmədi, qızımla getmək istədim, bir yandan da dedim, uşaq məni yorar, tək gedəcəm. 1-2 gecə, 3 günlük gəzibcə qayıdacam. Gəzməyəcəm, daha doğrusu bir-iki işlərim var. Bacı Türkiyə bileti neçədir? Bayramov yazırsınız 698 45 55 nömrəmizə 055 ilə. Mən sizə orada daha ətraflı məlumatı göndərəcəm. Tək sərf edir. Kanallarda kampaniyalar düşür. Tək getmirəm. Ürəyim, tur rəhbərim də məndən gedir. Səhifədə paylaşmırıq, WhatsAppda paylaşırıq. Kim istəyirsə bu nömrəyə WhatsAppına yazsın. Hə, bir də bizim günlük, hər gün sistemdə kampaniya düşən turlarımız var. Biz onları WhatsAppda paylaşırıq. Çox əlverişlidir. Elə bir turlarımız var ki, biz o məlumatları sosialda paylaşa bilmirik. Yalnız biz onları WhatsApp üzərindən paylaşırıq. Və siz də nə edirsiniz? Yazırsınız bizə salam. Biz sizi WhatsApp-a qeyd edirik. Siz bizim statusu izləyirsiniz. Qəbələyə tur var, bəli var. Yazırlar, narahat olma. Ürəyim, mən öz kim olduğumu bilirəm. Və mən o sözlərin heç birini yargılamıram, üzərimə götürmürəm. WhatsApp-a baxan var, 1, 2, 3, 4 dənə əməkdaş oturub. Xanımlar, necəsiz? Biraz ucadan deyim, necəsiz? İstəsən ötəri bir də belə. Hə, çünki elə bilərlər ki, mən dəli kimi öz-özümə danışıram ona görə. Ötəri göstər. Bəli. Bizim burada əməkdaşlar var. Narahat olmayın qızlar. Bizdə hər şey rəsmidir. Biz Azurun 1-ci mərtəbəsindədir bizim ofisimiz. Siz bizə yaxınlaşa da bilərsiniz. Cütülüklərimiz üçün gözəl qrup turlarda hazırlayırıq. Bəli, bəli, ballı qız. Reklam edə bilərik, bəli. Yazın. Bəli. Necəsiz? Qiymət neçədir? Nəyin qiyməti ürəyim? Təşəkkür edirəm, var olun. İsmayıllı turu neçədir? İsmayıllı turu bir nəfər üçün 29 manat. Lalələr bağıdır. Getmək, gəlmək, səhər yeməyi daxil, açıq bufet daxil. İşçi lazımdır. Bizim üçün işçi necə lazımdır? Turizm işini bacaran xanımları bəli işə dəvət edib, öyrədirik, iş ilə təmin edirik. Praktikaya gələ bilərlər. Turizm universitetini bitirmiş tələbələr praktikaya gələ bilərlər. Amma bizə praktika ödənişlidir. Aha, əla. Dohaya bilet var sentyabr ayı üçün. Bəli, var. İstədiyi vaxt yazsın, tarifi yazsın. Xanımlar və beylər, sizə qurban olaram mən. Bizim turlarımız hər gün sistemdə yenilənir. Keçən həftə Türkiyə turum biletimiz var idi. 220 manat idi bilet. Təsəvvür edirsiniz, o boyda endirim idi. Siz bizə yazırsınız. Bəli. Lalələr açıb İsmayıllıda, bəli. Hələ 1-2 günə Qəbələdə lavanda da açılır. Dohaya gediş-gəliş qiyməti, gediş-gəlişin qiymətini bilmək istəyirsinizsə qurban olaram. Siz salam yazırsınız, necəsiz? Yaxşı, Bakılı qız, siz necəsiz? Bu ay grup turu var. Grup turu... Piter'e bilet var. Varsa qiymətini deyə bilərsiniz. 698 45 55 055 nömrəsi. Valla bir dənə salam yazın, daha ətraflı məlumat verək. Bilirsiniz, siz mənə deyirsiniz ki, Dohaya bilet neçədir? Qurban olum. Elə bil mən burada
belə pis çıxmasına üzr istəyirəm bu sözümə görə. Elə bil mən burada nəsə satışa çıxartmışam. 5 manat aşağı, 5 manat yuxarı. Mən onu sizə deyə bilmərəm. Turun vaxtı var, saatı var, dəqiqəsi var. Haçan gedəcəksiniz? Bagaj daxildir. Nə qədər əl yükü istəyirsiniz? Bagaj istəyirsiniz? Neçə nəfərsiniz? Siz mənə bu məlumatları verməlisiniz ki, mən o məlumatlara rəğmən sizə cavab göndərim. Bəli, ay sağ ol. Bileti öyrənənlər üçün, biletin qiymətini bilmək üçün xahiş edirəm. Mənə siz məlumat verməlisiniz ki, mən sizə qiymət deyim. Hə, Samirə xanım, düz dedim də mən? Bəli. Salam, kokteyllər, xoş gəldin. Bülbül Feyzullazadə, indi normal bir şeydir də bu. Mən məcbur deyiləm ki, səninlə rəsmi danışam. Oxuyun da, ay canlar. Bəli, hər günün, təbii ki, hər gün dəyişə bilir turlarımız. Qəbələ turu olur, amma qalmaqla. Təbii ki, olur. Bir sualım var, buyurun. Allah ruzinizi versin, amin. Müğənnisən? Yox. Siz onu Evrenə göndərdiniz. 17-sinə turunuz varmı? 17-sinə nə turumuz var? 17-si bir baxın. 17-sinə hara istəyirsiniz? Ürəyim, ölkə daxili yoxsa xarici? Bütün yerlərdən açılır. İsmailli Qəbələ, Qəbələ Şəki, Şəki Yaylası, Şuşa Xankəndi, Qarabağ Aha. Quba Qusar, Quba Təbriz, bütün yerləri hər istiqamətdə. Biz niyə qaxa ili suya zara gedmirik? O qalıcıdır, bir gün ora uzanıb gedib gəlmək olur. Evrenə, hə. Hə, Evrenə mesaj getdi də. Dedi, siz müğənnisiz, dedim, yox. Evet. Bəlkə əlləri dəyib moderatorlarımız sizi səssizə atıblar. Hə, səssizə atıblar. Görüb söyüş var da, mən icazə vermirəm axı moderatora. Açsam moderator sizi. Bir saniyə. Yox, etməyin də, nə olar. Və ona görə istəmirəm. Yox, istəmirəm siz Allah. Belə eləcə baxın sakitcə. Tapmadım sizə. Mən indi xanım sizinlə necə əlaqə saxlayayım? 055 698 45 55 bizim əlaqə nömrəmizdir. Bizim əlaqə nömrəmizdir. Saf Travel-la bağlı Ahın Dağlara qoca. Təşəkkür edirəm. Madiyen Ağdam. Səni öləsən. Madiyen Ağdam. Səni təpün haqqı. Tamam. Siz mən canlını bağlayıb açacağam. Onda siz səssizdən çıxmış olacaqsınız. Hələ məncə ən yaxşısı odur. Siz eləcə izləyin, heç nə yazmayın. Yox, etmə. Qurban olaram, etmə. Hamımız bir tikə çörəyimizdən ötürüyük. Desinlər də, canın sağ olsun. Başıva dönərəm, boş ver. Qurban olaram, narahat olma. Mən onları görmürəm, inanın Allaha. Bibisi, mənlə nə işim var? Mənim, Bibi sənə qurban olsun. Ədə, mən səndən nə işim? Nə dedim ki? İnsanın ağzından çıxdığı kəlmə onun hansı ailədə böyüyüb boya başa çatdığından xəbər verir. İnanın Allaha. Siz burada bir ağzınızdan çıxartdığınız o kəlmə hansı dədə ilə, ana ilə, hansı ailə ilə yaşadığınızı bildirir. Yəni canınız sağ olsun. Sizdə turlarınızı həyata keçirmək üçün nə etmək lazımdır? 698 45 55 nömrəsinə yazaraq istənilən ölkə daxili və xarici turları şofer lazımdır. Xeyr, lazım deyil. Bizdə təəssüf ki, bizim şəxsi avtomobillərimiz yoxdur hələ ki. Əməkdaşlıq elədiyimiz avtobuslarımız var. 90 dərəcə dəyişim. 90 deyil ürəyim, bu 160 dərəcə dəyişimdir. Hər kəs öz tərbiyə, bəli Ülviyə xanım, hər kəs öz tərbiyəsini göstərir. Berlinin qiymətini deyində zəhmət olması. Var, bütün rayonlara. Bəli, salam dostum, əleykmə. Seyid, xoş gəldin. Darıxmışam sən hədiyyələrindən ötürü Seyid. Bir dənə bunları belə yandır, tök burada bəzilərini, bəzilərini. 18-i deyil, baxın görün, kəftənin necə düşür.
...18'i birinci gün yoxdur, 16-17'si bir də digər həftənin 23-24-ü. Bəli. Başım var olsun. Koftan nə qəşəng, qurbandır sənə ürəyim. Sevda Teymurdan vurub. Nə yalan deyim, 4-5 manat qiyməti var. Yaxşı daşıyıram üstümdə. Biz oradan qiymət alıb sizə qat veririk. Yalandan copa basa bilmərəm ki, bu qiyməti almışam. Bazar günü səni ilə şəkil çəkdirdim. Kastlerista. Bəli. Mənlə orada nə qədər adam? Doğrudan. Mən sizə kombinimi göstərim dedim. Buna əslində şalvarın içine salmışdım qızlar. Belə bir kombin eləmişdim. Belə bir şey giymişdim. Necədir? Yaxşıdır. Çox sağ olun, əla, təşəkkür edirəm. Allah haqqı hə. Şalvarımın 55 manat qiyməti var. Altdakı kropu 4-5 il bundan qabaq 7-8 manat almışdım. Üstdəki köynəyi bacım Temudan alıb 5-6 manat qiyməti var. Ayaqqabımı 130 manat almışam. Dırnaqlarım Keriyə məxsusdur, saç qaynağı Məsmərə məxsusdur, makyajım da özümə məxsusdur. İnanın Allaha. Yəni mən çox sadə insanam. Sadəcə bu TikTok məni niyə belə özündən razı, pullu, varlı, dövlətli maşınım da elantıradı. Heç kimin bəyənmədiyi maşın. Valla son zamanlar. Amma mən bəyənirəm, o mənim hər şeyimdir. Təşəkkür edirəm. Sən ağlayanda əsəb oluram. Nigar neyniyim, ağlamaq mənə düşür də, mənə kimi ağlar qalasan. Qəlbinin gözü. Bax, görsən Yeraz Aksana. İnsan var ki, gedib özünə yarım milyon maya bıraxır, heç nəyə oxşamır. Deməli, bu gözəllik mənim içimdə var imiş, ürəyimdə var imiş, bunu dirçəldən lazım imiş. Həkimlərin bir toxunuşu ilə bu üzə çıxıb. Əslində, mən qırmızı kitaba düşməliyəm, dəyişimdə. Bilmirəm, düşünürəm ki, hansısa bir televiziyaya çıxım, qabaqçı şəkillərimlə. Qızlar, nə olar, 900 nəfərsiz ekran tıklayın da. TikTok dirçəldib. Papatya, valla TikTok dirçəldib deyəndə ki, şükür Allah. 2016-cı ildən TikTok var. Bir neçə ildən də sonra bu oyunlar, canlılar başladı, düzdür? Nə həftəlik sıralamada birinci yerdə olmuşam. Belə pis çıxmasın, nə də günə 600-700 dollar qazanmışam, nə də PK-lar oynamışam. Açmışam sizi kimi gözəl insanlarla yaxşı bir şeylər, xeyirli bir şeylər təqdim eləyərək söhbət eləmişəm, bu qədər. Yəni, bu insanın talihində, qismətində varsa, nə TikTok, nə belə cənnət, nə cəhənnəm bu şeyi yaşayacaq. Qaşınız əkilib, yox, ürəyim Ternova ilə daramışam. Oku, çox sağ ol. Əla günün olsun. Yaxşı, nəyin şotuna qalxdı? Öz şotuma. Özüm, öz şotuma qalxmışam. Əziyyət çəkmişəm. Gecə-gündüz getmişəm bir mağazada 20 dənə kabində paltar geyinmişəm, soyunmuşam, təqdim eləmişəm. Söyülmüşəm, canlı açıb cəmaatın biznesini qaldırmışam. Əziyyət çəkmişəm, başa düşdün? Əziyyət. Zəhmət çəkmişəm. 8 il qutab pişirmişəm. Yəni o nə deməkdir ki, indi biz qutabçıyıq deyənə yaşamalı deyilik, bir yerdə işləməli deyilik. Nə dəxli var, satıcı işləmişəm. Prosta paxılsız, qəbullana bilmirsiniz, öz ayaqlarında duran xanımları həzm eləyə bilmirsiniz. Azərbaycan işgüzar xanımların gözləriniz götürmürsünüz. İstəyirsiniz ki, o sizin güclü bildiyiniz qadınlar əxlaqsız yollara düşsün. Pis işlərlə məşğul olsunlar, əyri-üyrü pul qazansınlar, yıxıb sürüyəsiniz ki, flankəsin arvadı flankəsinin ailəsini dağıtdı. Bax, siz elə istəyirsiniz, insanları elə tanımaq istəyirsiniz. Bəli, siz hansı yıxılanın əlindən qaldırıb ayağa tutmuşsunuz ki, qalx ayağa, biz sənə dəstəyi, maddi, mənəvi, heç vaxt. Siz ömür boyu elə yıxılana deyirsən ki, əcəb oldu, yıxıl, ondan da pis günə qalasan. Siz bu da qaxtarırsınız ki, Nərmini kimisə əri ilə tutub şantaj eləyəsiniz, montaj eləyəsiniz, ağzınıza gələni yazasınız.
Siz bunu istəyirsiniz. Faktdır da, yəni fakt budur. İmkan vermirsiniz ki, insan öz ağlı ilə, hərəkəti ilə, abrı ilə, həyası ilə çörəyin qazansın. Məcbur edirsiniz ki, gedək düşək pis yollara. Sizin istədiyiniz yolla qazanaq. Budur da siz bunu istəyirsiniz. Siz deyəndə cəm şəklində danışmır, amma burada söyənlərdən söhbət gedir. Oku, təşəkkür edirəm, minnətdaram. Hə, siz bunu istəyirsiniz, amma o da deyil. O deyil də, yəni əziyyət çəkməyin, zəhmət çəkməyin. Bu qədər yazıb özünüzü güya elə deyil ki, başa düşmədim. Sən onu sübut kimi eləyə bilərsən mənə? Deyə bilərsən onu mənə? Usta bədbəxtsiz bəziləriniz. Həzm eləyə bilmirsiniz. Güclü qadın görəndə deyirsiniz ki, ya bunun arxasında kimsə var, ya da ki, pis şükür Allaha. 31 yaşım var, hələ heç vaxt nə əyri yollarla hərəkət eləməmişəm, nə pul qazanmamışam. Əleyküm əssalam, təşəkkür edirəm. Ay bala, öz həyatımda özüm bilərəm. Necə istəyərəm, elə də yaşayaram. Niyə görəsən bəziləri fəsaddır? Nə bilim. Bədbəxtdirlər ona görə. Təşəkkür edirəm, var olun. Ay. Necəsiz? Yaxşı. Bilet Antalya neçəyədir? Var, düz deyirsiniz. Təşəkkür edirəm, var olun. Bu reklamdan gelen var. Vara vurdular. Buralara vurmamışlar ya. Açma diyelim var. Reklamdan gelen Aksana burada olacak. Litviyada qutab var, Dağlar oğlu niyə yoxdur? Məni blok eləmişsiniz, yox. Litviyaya bilet var, bəli. Mən heç kimi blok eləmirəm. Burada moderator var. Всё. Tima yoxdur buradadır. Hələ də yaşın 28-dir, yox 31. Təşəkkür edirəm qızlar. Mənim üçün ekran tıklayın da, xahiş edirəm. Qızlar, mənim üçün ekran tıklayın, zəhmət olmasa. Ancaq qızlar, hə Seyid, danışma. Valla, day danışma. Bəli, saçım qaynaqdır. Təşəkkür edirəm. Qızlar, zəhmət olmasa ekranlarınızı tıklayın, çox xahiş edirəm. Deməli, sizə turlarım haqqında məlumat vermək istəyirəm. Hal-hazırda İsmayıllı Lalələr turumuz var. Mayın 23-ü bir günlükdür. Səhər yeməyi daxil, qiymət cəmi 29 manat. Qurban bayramını Qarabağda qeyd etmək istəyirsinizsə, Xankəndi, Şuşa, Laçın, Ağdam, Əskəran, Xocalı turumuz bir gecə 2 gündür, 27 maydan 28 maya qədər, 29 maydan 30 maya qədər, qiymət 149 manatda. Gecələmə Badam oteldə, 5 ulduzlu oteldə, Xankəndinin düz mərkəzində. Şuşa, Laçın, Xankəndi, Xocalı, Ağdam turumuz var. Tarix 24 may, bir günlük turdu, getmək, qayıtmaq, cəmi qiymət 55 manata. Səhər yeməyi düz Xankəndinin mərkəzində, yüksək səviyyədə. Batum, Trabzon, Karadeniz turumuz var. 2 ölkə, 2 şəhər, unudulmaz istirahət. Erkən rezervasiya, ilkin ödəniş $650, 300 dolları. Laçın, yox Laçın. Hə, baş üstə ürəyim. Nə ola, gəlsən məni öyrət. Belə qızlar, mən sizlə 5-10 dəqiqəlik sağollaşıram. Özünüzə yaxşı baxın. Bir dənə hamınız sonuncu dəfə tez takib atırsınız ki, yayın açandan sonra düz deyir də, çığ nədir? Az boş ver də, bacım, danışırlar onlar. Bacım, mən də tamam, yaxşı. Öpdüm sizi, özünüzə yaxşı baxın, hələlik.